təəssüf ki, cəmiyyətdə psixoloqların sayı çoxalmayıbdır. Psixoloqlar necə çoxala bilər ki, yəni bir mütəxəssisin yetişməyinə illər lazımdır. Saxta dələduzlar çıxıbdı, hansı ki özlərini psixoloq adlandırırlar. Görürsüz ki, fırıldaqçılar, şarlatanlar, təlxəklər, əxlaqsızlar, görürsüz ki, o ən qədim sənətin sahibləri, pozğun adamlar belə özlərini sosial şəbəkələrdə psixoloq kimi təqdim eləyirlər. Hətta bəzi kommersiya xarakterli verilişlərə pul verib mütəxəssis kimi çıxanlar da olubdu. Yəni bunları psixoloqlarla qarışdırmamalıyıq. Onlar özlərini psixoloq adlandırırlar, amma onların psixologiyaya heç bir aidiyyatı yoxdur. Və təəssüf ki, cəmiyyətimizdə məşhur psixoloq deyəndə adını cəmaatın tanıdığı insanların mən əminəm ki, bir 60%-i ümumiyyətlə psixologiyaya aid olmayan dələduz və şarlatanlar da özünü psixoloq adlandırır. Psixoterapevt adlandıranların isə 95%-i. Yəni görürsünüzmü nə qədər böyük əslində cinayət hadisəsidir bu. Səhiyyə Nazirliyi bir qrup həkimlərin plastik estetik cərrahiyyə məsələsini araşdırmağa başlayıbdır və təbii ki, zaman gələcək bu məsələlərə də fikir veriləcəkdir.